Xırdalanda da evlər ucuzdur. Qəşəng evlər var, ucuzdur. Xırdalan masajı yaxşı deyil, ancaq tıxacı çoxdur. Neyinirəm, mənim maşınım zadım var, tıxacı zada düşər. Alanda inşallah deyəcəm də məsələ... Ev aldım, uşağı gətir yanıma. Hə, əlbəttə ki. Ev onsuz da alsam da almasam da uşağım mənim yanımdadır. Mənim uşağım haradadır ki? Oxuyursan sən məktəb? Hə? Məktəb oxuyur? Həri, nüş oxumur. Oxutdur, oxusun. Kim nə yazır burada? Yazıları oxuya bilmirəm. Tez-tez gedir deyəni oxuya bilmirəm. Oğlan deyir ki, o kasıb da, ata-bala canını aparmır. Aygün deyir, paxıllıq elədi, deyir, çıxdı. Dedim, Aygün heç vaxt paxıllıq eləmir. Yəqin işi olmur ki... Hamınızla oynayacağım da, küsmüyüm. Deyir, nə olar, bizi ilə oynasın da. Dedim, hə. Dünən gələcək ya. Dedim, oynayacaq, nə oynamır. İki dənə maşın atdılar ona. Sağ olsunlar, valla dəstək olsunlar onlara da, kasıb adamdılar. Şimdi Amil. Salam Amil, salam. Dəl səni gördüm. Əlbəttə ki, heç kimə fikir vermirəm. Tapağa daşdısın, tapağa daşdısın. Ay qız, vinlərin getdi, xəstə, niyə çıxdın? Vin elə belə şeydir. Niyə yığda, çıxma. Allahdan arzum odur ki, Aygünə Allah evlad versin. Onun adı da Ceyran olsun. Amin, amin. Olsun, tək olsun. Allah olsun. Mənim adımı da qoysalar heç nə demərəm. Tək olsun. Aygün, mənim adımı qoyarsan. Bundan xəbəri var ki, Aygün hamilədir. Xəbəri var ki, Aygün hamilədir, yoxsa yox. 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 Xəbəri var ki, Aygün hamilədir, yoxsa yox.
Çok sağ olun, Allah razı olsun. Fincanında kim çay içib? Xoş gəlmisən Acil xanım. Salam. Salam, necəsən? Yaxşı olasınız. Sizi gözlüyor. Oynayırsınız? Oynayaq. Yola Tağıyeva, hoş geldin bacı qurban. Mənə takip atarsan oynayarıq arada. Yaxşı. Salam dedik. Bazı işin var. İnmeniz hanımsam dersinin var. Dostlar qoymun tıklıyor. İşte olanları aktarırsa Da. Rüqay, şimdi söyleyeyim sen. Ay Rüqay. Şimdi söyleyeyim. Yok. Saysız değil. Yok. Kızım gel bırak. Gel bana, gel bana. Acın gittin eve. Barıştın. Ben bunu elə belə soruşuram, amma mən səni qınamıram. Barışdın, Allaha şükür. Bayram bir yerdə keçir dərsən. İnşallah. Ben balam bak, haladı. Bak, salam deyirəm. Dayan, salam deyirəm. O gün olsun gələn vaxtı qucağa uşaq alasan. İnşallah. Hardan qoşulursunuz? Saatlıdan, Saatlı rayonu. Hə, lap yaxşı. Saatlon kəndidir, yoxsa necə? Rayonu. Rayondur. Ben balam deyirəm, salam deyirəm. Allah saxlasın. Çox sağ ol. Bir yerdə dayanmır, hayatsız. Ben gözlər. Qızdır. Hə, qızdır. Ben ne tebrik edirsən? Sen evlənən səni Allah xoşbaxt eləsin. Ben evlendim. Ben de güzelsen sen. Evlene bakanda Allah sen hoşbak edersin. Bu ölüm senelerde çekmekten ötürü. Gücüm olur. Dayanmaz. Böyle çekmekten ben de. Bence de bu bence. Adımıza sözü kim çıkarttı? Ben bilim, bana bacım dedi ki sen evlənsən. Oğlum otur kızım. Otur burada ben geldim. Yemeğe raklayayım. Kalan sayılır. Yemeğe raklayayım sana. Moderator yazıları açasırsınız. Niye? Neden yerine geçip bu eskiler bizim içimiz Hər kəsə salam, TV Show mağazin kanalımıza xoş gəldiniz. Bizimlə sən verilişinin qalmaqallı iştirakçılarından olan Aygün TikTok hesabında canlı yayım açıb, o canlı yayımı Aslanla yaşadığı evdən açıb. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb, biz də sizlərə təqdim edirik.